Ciblərimin üstünə baxın nə haldadır. Hamısı ehtiyatsızlıqdan. Mən nə iç saxlayıram hələ ki, amma istəyərəm. Nə də ki pişik heç sevmirəm. Mağazaya getmişdim. Bir neçə şey aldım. İstəyirəm onları sizə də göstərim. Bilirsiniz də, əgər bilmirsinizsə də deyim, biz mağaza gedəndə həmişə özümüzlə belə çantalar götürürük. Çox vaxt götürürük, unutduğumuz zaman da məcbur qalıb alırıq. Belə krem aldım. Sink kremidir. Bu ChatGPT-dən soruşmuşdum bu nəyə faydalıdır falan. Amma bilirəm ki, üz dərisinə falan sink zaten faydalıdır. Vitaminli almaq istirdim. Vitaminli də ki biraz tərəddüd elədim almağa. Çünki vitaminli içsəm əgər o çox olanda bədənə zərər verir. Ona görə də düşündüm ki, ən yaxşısı kremli istifadə eləməkdir. ChatGPT mənə bunu məsləhət gördü. Mən də getdim bunu aldım. Nəmləndirici kremim bitmişdi. Mən hər zaman vitamin C-li krem istifadə eləyirəm. Hər zaman deyəndə ki, çox vaxt, əksər vaxt vitamin C istifadə eləyirəm. Daha çox da ki, Garnier'inkini bəlkə də demişəm, bəlkə də deməmişəm. Keçən qış da mən Originals'ın vitamin C kremini istifadə eləyirdim. Yaxşı idi, məmnun idim. Qoxusu xüsusən də çox gözəldir. Bunun aloe tərkibli olanı da var. Həmçinin də vitamin E tərkibli olanı da var. Çay ağacı yağı ilə olan tərkiblisi də var. Mən isə vitamin C tərkiblini seçdim. Çox uzun müddətdə gedir bu, yəni bitmir elə mən. Əslində daha çox krem formasındansa gel formasındadır bu. Hətta gəlin açım. Belə bağlıdır. Elə də bahalı da deyil, açıq heç. Bahalı almağa ehtiyac yoxdur. Bu kremlərin olduğu yerdə bahalı krem almağa nə gerek var ki? Belə bir formadır. İyi mənim o qədər çox xoşuma gəlir ki. Nə iyi gəlir desəz, bilmirəm nə iyi gəlir, amma qəşəng iyi gəlir belə adamın üzünü güldürən iyi gəlir. Oh, çox qəşəng, təmiz, fresh. Çox xoşum gəlir bundan. Amma yazılmayıb. Təbii parlaqlıq verir və təbii qoxu. Gündüz istifadə olunması üçün kremdə, amma bunu gecə də istifadə eləmək olar. Heç bir zərəri yoxdur. Belə baxıram ki, elə bunu almışdım. Və belə bir uşaq bədən kremi almışam. Özüm üçün qış aylarıdır. Mən də yayda da, qışda da dərim çox quru olduğuna görə belə qabıq olur. Ayaqlarımda da, hətta qollarımda da. İndi də qış gəldiyinə görə tam zamanıdır nəmləndirməyin. Bunların qoxusunu o qədər çox sevirəm. Ay, nə gözəldir. Dəhşət qəşəngdir. Şampununu da alıb istifadə eləmişdim. Şampununu da bəyənirəm. Mən arada şampunumu dəyişirəm. Normal olaraq L'Oreal'ın şampununu istifadə edirəm və çox sevirəm. Çox sevirəm. Mənim xoşuma gəlir. Saçıma düşür. Şampunlar individualdır. Heç kəsə deyə bilmərəm ki, bu çox yaxşıdır falan. Mənə düşür. Mən sevirəm. Bir də L'Oreal'ın eyni tərkibli saç yağını istifadə edirəm saçlarımın ucuna. Mənim saçlarım dalğalı saçdır, buruq dalğalı saçdır deyə. Çox adam bilir də, kimi ki saçı dalğalıdır. Bilirlər ki, bu saç tipləri çox quru olur və dolaşır. Darayanda daha çox. Adidə, normalda da buradan dara, ikinci səfər belə eləyəndə yenə də dolaşır. Amma mən L'Oreal'ın həmin o saç yağına istifadə edirəm. Çox əladır. Və son olaraq mən konsiler almaq istəyirdim. Bilmirəm nə qərar verim. İnanırsınız ki, mən hələ bu yaşıma gəlmişəm. Düzgün tonal krem, düzgün bunun adı nədir? Konsiler tapa bilməmişəm özümü, yəni seçə bilməmişəm. Bu səfər də Catrice'dən aldım. L'Oreal'dan alacaqdım. Əslində çoxdan L'Oreal'dan almaq istəyirəm. Sadəcə olaraq mən qabaq L'Oreal'ın başqa konsilerini istifadə edirdim. Həmin konsilerin qapağı bəlkə bilərsiniz, qırmızı rəngində olanıdır. Artıq ondan satışa gətirmirlər, yoxsa bilmirəm necə bir şeysə, mən ondan görmürəm yaşadığım ərazidə və getdiyim tərəflərdə görmədiyimə görə.
bilmirəm hansını alım, bilmirəm nə alım. Sonuncu dəfə Catrice'in tonal kremini almışdım. Yaxşıdır, amma telefona falan çox çıxır və tez uçur gedir. Amma ki, L'Oreal'ın tonal kremi, deyəsən səhv eləmirəmsə, vitrində həmin tonal kremi də görmədim. Çox yaxşıdır. Tonal krem uçduqdan sonra, okey, uçmaq xoşuma gəlir. Uçandan sonra da qəşəng qalır da adamın üzündə. Onu sevirəm, amma tapa bilmirəm. Neysə, qısası getdim indi Catrice'in aldım belə konsilerini aldım. Bu 18 saat qalır. Yüksək örtücülüyü var. Mənim üçün vacib olan şeylərdən birisi də odur ki, suya davamlı olsun. Bu da suya davamlıdır. Qoy açım baxım. Görüm nə rəngdir. Məndəki bu nömrə, heç nömrəsini sizə demədim. Nömrəsi 010, Cool Kashmir'dir. Qatıdır olmağına, amma bilmirəm, göz altında yoxlamaq lazımdır belə. Heç bir şey deyə bilmərəm, axşam vaxtı bu. Amma sabah mütləq evdən çıxanda istifadə eləyəcəm və sonraki videolarda sizə deyərəm ki, necədir. Belə, mənim alışverişim bu qədər. Sizcə, mən bu 3 məhsula nə qədər pul ödədim? Sizcə, bahadır, yoxsa... Əslində bu yağ, ikincisini götürsəydim, ikincisi yarı qiymətə olacaqdı. Mən hələ ki bu bəsimdir, məncə uzun müddət gedəcək bu məndə, ona görə də götürmədim. Eyni zamanda da bununki var. Ehtiyacım yoxdur ikincisinə. Birincisi görüz nə qədərdir. Tək özüm istifadə edəcəm. Ona görə də bu mənə kifayətdir. Temudan bir bağlama gəlib mənə. Bu günləri o bağlamanı açacağıq və mən xatırlamıram, unutmuşam ki, o bağlamanın içində nələr gəlmişdi və neçə manatlıqdır. Mənə o maraqlıdır. İndi burada Temuya daxil olub. Əgər tapa bilsəm, baxacağım ki, summa nə olmuşdu. Heç bilmirəm ki, içərisində hansılar mənə gəlib çatıb. Deyəsən, bunu sonda deyərəm. İçindən çıxanlara görə baxaram və deyərəm ki, hansı summada. Çünki 2 summada sifarişlərim olub. Biri 60 avroluk, birisi isə 23 avroluk. Gəlin, ağır da ağır. Gəlin bu bağlamanı açaq. Maraqlıdır hələ. Nələr var burada? Oh my god. Bu niyə belə balacadır? Mən əslində bunları yekə bilirdim. Temudan belə şam silikonları sifariş eləmişəm. İçərisində 3 ədəddir və böyük, orta və kiçik ölçülərdə. Belə bir şeydir, gül formasındadır içərisi. Bu zərdir, toz. Şamı belə üstünə tökürsən, qəşəng olur. Bu sadəcə dümdüz bir qəlibdir. Bu da qəşəngdir, sadə. Amma mən daha böyük gözləyirdim. Yəni bunun üçün normaldır. Nəinki bu gülün. Bu darçın aromasıdır. Bunu rəfiqəmin məsləhəti ilə aldım. Bağlıdır ki, gəlin açım. Dedi mənə ki, çox qəşəngdir bu. Mən də açım, baxım görüm. Düzdür, şam üçündür belə. Wow. Qutudan belə çıxardıram, iyisi gəlir. Belə bir görünüşdədir. Padruşkaya çox sağ ol. Çox tünd bir darçın qoxusu gəlir. Mən bunu bəyəndim.
Bence əladır. Koyum kutusuna ki, çünkü burada çok şey var. Qarışmasın. Neyse. Şira, çok sağ ol məsləhətin üçün. Wow, bu niye böyle qalın silikondur? Böyle bir silikon gəlib, qalın silikondur, amma... Aa, bildim bu nədir? Bu deyəsən belə... Mən bildim nədir? Belə şamdır deyəsə, qarşısında bantik var. Tapsam şəklini oraya koyarım sizin üçün. Ay, bu çok minnoşdur. Küçük bir şeydir belə. Mirvari qabığı. Elə bir şeydir. Gəlin açım göstərim də. Belə necə başa düşür? Siz. Neyse de mən bunları açacağım. Aha, bu necə? Belədir. Burada bunun içərisinə qoymuşlar. Mən də belə tərs salım ki, həm də eyni zamanda paketin içinə qəşəng qoyum. Çünki onun içərisinə tüklər girəndə sonra çətin olur onu təmizləmək. Bu da bundandır. Eyni ölçüdədir. Bu da qəşəngdir. Bu da şam qəlbidir. Mən inanmıram ki, buradan başa düşülsün nədir. Amma bu da qəşəngdir. Mən bildim nədir. Bu isə şamın belə termometrdə, yəni ölçülür ki, istiliyinin dərəcəsi. Bu nədir? Çox maraqlı mənə. Bu nədir? Oydam. Demək ki, 2 dənə sifariş eləmişəm. Biri bu cürü, bir də başqa bir cürəsi. Ay, heyecanlandım. Bu nədir? Bildim bu nədir, bu değil, şükür. Bu fendir. Bu bizim şamlarımızın, eləyəcəyim şamların fenidir bu formada. Əslində öz saç fenimi də istifadə edə bilərəm, amma saç fenim böyüdü axı, narahat olacaqdı. Həm böyüdü, həm ağzı buna nisbətən genişdir. Qəşəng. Bu da vanilyadır. Bunu da açmağa səbirsizlənirəm. Çünki darçından çox qəşəng iyi gəlirdi. Əminəm ki, bundan da gözəllik gəlir. Gəlin açaq da. Oh my god! Belə bir şey ola bilər. Açmağa nə gerek var ki? Heç bir gerek yoxdur. Wow, bu ne ki şeydir? Bunu belə adam özünə ətər kimi istifadə eləsin. Çox qəşəngdir, çox. Görəsən bundan salfetkanın üstünə belə damladım, paltaların arasına qoymaq olar. Çox qəşəng gəlir. Ürək formasında olmalıdır bu, səhv eləmirəmsə bu silikonlar. Bunlar var. Ne kadar silikon olmuş. Bunu yeni hiss eləmirəm. Bu kokonatla vanildir. Bunu da iyi məncə, çox qəşəngdir. Amma digərlərinin iyisi qutudan gəlirdi. Bu gəlmir. Oyda, bu çox qəşəngdir. Ümumiyyətlə, bu markasının adı nədir gedir? Bunun adı başqadır. Bunun adı başqadır. Mən səhv salmışam.
Heshiye. Bu ad nədir? Elə bil ki, darçınla Coco Vanil eyni firmadır, eyni markaya aiddir. Amma vanil isə ayrı bir markaya aiddir. Oh my god. Bu nədir? Bu da mənim silikonlarımdır. Burada çoxsa silikondur. Aha, bax bu qəşəngdir. Məncə bunun ölçüsü də qəşəngdir. Belə silikonlarda sifariş eləmişdim. 3 ölçüdədir yenə də. Böyük, orta, kiçik. Boya sifariş eləmişəm. Bu şəhrai rəngidir məncə. Üstündə yazılmalıdır. Bunun da üstündə elə yazılır ki, heç vaxt heç bir şey anlamaq olmur. Belə bir qəlib var, ulduz formasında. Bu qəşəngdir məncə. Amma bu qalındır. Bəzi qəliblər nazikdir, bəzi qəliblər isə qalın. Belə. Başqa nə var baxın? Bu nədir? Fitil. Mənə elə gəlir ki, bu fitillər bəzilərinə kiçik gələcək, bilmirəm. Əmin deyiləm. Bu nə rəngidir? Brown. Bu qəhvəyi rəngidir. Deyirlər ki, bu rənglər yaxşı çıxmır, amma mən yoxlayacağım. Əgər yaxşı olmasa geri qaytaracağım. Bu nədir? Bu da qəşəngdir. Amma əslində bunu niyə aldım bilmirəm. Çünki bu dekor üçün. Belə papatyalar var, çoban yastığı var. Bu da qəşəngdir. Əslində. Amma o dekor üçün daha yaxşıdır. Misal üçün dekorlu şam eləyirsinizsə, onda gözəldir. Eyb yoxdur, olsun. Bir də yenə də fitil. 2 ədəd fitil sifariş etmişdim. Ən sonda isə yenə də burada qalıb. Fiyoletovo rəngində, lila deyirlər, lila rəngində belə boya. Bir də bu vaksə 5 kilo olmalıdır, səhv eləmirəmsə. Sifarişlərim bu qədər idi. Ən ağırı da elə budur. İndi bunu da açdım. Çox qəşəngliyi var, hədsiz qəşəngliyi var, amma şamların içində necə qalacağını, nə qoxu verəcəyini hələ bilmirəm. Bunu da istifadə edəndən sonra fikrimi sizinlə bölüşəcəm. Bütün sifarişlərim bu qədər idi. Mən də özümə burada böyük bir fincanda bitki çayı hazırlamışam. Boy, pik. Qaynar olacağından qorxurdum çünki süzən də çox qaynar idi, amma mən videomu çəkənə qədər bu suydu. Daha bir hədiyəm var, o da Temudandır, amma ki onu özüm sifariş eləməmişəm. Onu mənim sevimli əziz bir insanım var, o sifariş eləyib və mənə hədiyyə eləyib. Bir şəxs axtarıram ki, bunları təkrar yığışdırsın, geri yerinə qoysun. Məndən bu qədər. Artıq enerjim bitdi. Bunları istifadə eləmək, Allah bilir haçan istifadə elərəm, amma eləyəcəm. Özümü toplayacağım. Neysə. Başqa notlara keçmirik, pozitiv qalırıq. Qızlar, sizə demək istəyirəm ki, bu sifarişlərdən öncə mən özüm üçün mağazadan şam hazırlamaq üçün kit almışdım və adından da bəlli olduğu kimi kit olduğu üçün içərisində bütün lazımi əşyalar var idi. Mən onu gətirdim, hazırladım və çox qəşəng alındım, özüm də bəyəndim. Ondan sonra həvəsə düşdüm. Dedim ki, niyə də olmasın, sifariş eləyim, evdə hazırlayım. Həm də yaxşı vaxt keçirmiş olaram. Belə sakit bir növdə terapiya növü kimi istifadə eləyə bilərəm bunu.
Böyle şeytan deyir ki, bəlkə bir şeyler hazırlayayım. Yox, ama birinci yeri toz alamalıyım. Çünkü her tərəf mənim saçlarımla doludur. Çox dökülür saçlarım qızlar. Sizdə də belədir. Bilmirəm niyə. D vitaminidirsə çox D vitaminidirsə D vitaminini mən gündəlik olaraq oh my god. Gündəlik olaraq istifadə edirəm. Hətta bəzi günlər olur ki, sinirimdən, əsəbimdən 2-2 qəbul edirəm ki, məndəki stresi azaltsın, yorğunluğumu götürsün, depresiya meyilliyi aradan qaldırsın və mənə enerji versin, belə pozitiv ruhda enerji versin bol-bol. Ona görə həm də saçım tökülməsin. Bunlar hamısı faktorlardır da. Ona görə içirəm 2-2. Bugün də hətta 2-2 içmişəm. Ki, qəşəng olsun hər şey, amma bilmirəm hara gedir o, bilmirəm. Mən kofeni çox içirəm. Ola bilər ki, elə, ola bilər ki, yox. Mən yenə də ChatGPT soruşmuşam, yəni məsləhətləşmişəm. O mənə deyib ki, kofeyi çox içəndə bədəndən D vitaminini yuyur. Mən kofe çox içirəm. Bəzi günlər hətta 4 kofe içirəm. Amma ən az. Amma belə gündəlik 2 fincan kofe içməliyəm. İlki səhər oyanan kimi, əgər mümkün varsa, ikincisini də həmən onun ardından. Əgər mümkün yoxdursa, saat 12-1 hökmən o kofe içilməlidir. Yoxsa içilməsə, onun yeri boş qalır. Saat 4 də olsa, 5 də olsa mən onu içməliyəm. Artıq alışqanlıqdır. Məni narahat eləmir hələ ki. Çalışıram ki, kontrolumda saxlayım. Ona görə də kofe için. Mən burada bunları toplaya sizdən də soruşmaq istəyirəm ki, bəs sizin hər hansısa bir hobbiniz var, hansı ki, onunla məşğul olanda bir növ terapiya edirmiş kimi hiss eləyirsiniz, rahatlayırsınız. Beyninizdə düşüncələriniz nisbətən sakitləşir və həmin andan zövq ala bilirsiniz. Mən bu məqsəddə bu şamları aldım, amma heç siz məndən soruşmayın ki, bunun sonda aqibəti necə oldu. Nə siz soruşun, nə də ki, mən sizə deyim. Bunları hamısını qəşəng toplayıram. Evin bir kənarına yerləşdirirəm və ardında nə baş verdiyini demək də istəmirəm, təxmin eləyin. Ay maşallah, göz kölgəsi kimi də istifadə etmək olar bunu göz. Wow, çox qəşəngdir. Mən bunu bəyəndim. Bunun qoxusu yoxdur. Amma qəşəngdir, incə parıltılardır. Mən fikirləşdim ki, ola bilər ki, bir kobud zərrər olur, ondan olur. Mən də deyim. Çox qəşəngdir, krem kimidir. Əla. Of, bu da əla. Bunları tərəsini öz. Videonu bu hissəyə qədər izləyən qızlara mənim bir sözüm var. Qızlar, təşəkkür edirəm mənim videomu izlədiyiniz üçün və həmçinin də demək istəyirəm ki, videonu buraya qədər izlədinizsə, demək ki, maraqlıydı, axıcı gedirdi sizin üçün. Və əgər belədirsə, videonu bəyənməyi və kommentlərdə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Mən çox sevinərəm və şad olaram. Həmçinin də bu mənə böyük həcmdə bir motivasiya olar. Heç aranızda bundan alan var. Çox qəşəngdir. Necə bəyəndim. Bu da Temudandır, amma mənə hədiyyədir. Çox sevirəm belə parıltılı şeyləri. Geçən Chanel parfümümdən dolduracağım içərisinə. Atacağım çantama, kosmetik